1810. Yaxşı. Bugünkü dərsimiz Hamı səhv yazmış. Quba xanlığı. Yox, demək olar ki, yaxşıydı. Quba xanlığı. Bugünkü dərsimiz idi ki, Quba xanlığı. Quba xanlığı birləşdirmə siyasətə həyata keçirilən digər xanlıqlarla oxşar kimi verəcəksiniz. Yəni Urmiya və Urmiya ilə bərabər Şəkini verirsiniz paralelində. Bu üçüncü birləşdirmə siyasəti yeridən xanlıqdır. Ümumiyyətlə xanlıqlar içərisində birləşdirmə siyasətini uğurla həyata keçirəcək yeganə xanlıq elə Qubanı verir. Həqiqətən çox sözün əsl mənasında bacarmışdı. Quba xanlığı birinci bunu hakimlik kimi verəcək. Yadımıza gəlir biz Səfəvi dərsində keçmişdik. Hacı Davudu Şirvan hakimi kimi Osmanlılar tanımışdı, düzdür. Rusiya özündə də Hacı Davuda qarşılıq olaraq, bu sizdə yoxdur, sadəcə sizə məlumat olsun deyə, 1726-cı ildə Hüseynəli xanı Quba hakimi kimi yarımaslı kimi qəbul edəcəkdir və yarımaslı bir hakimlik yaradacaqdır. Və 1726 olacaqdır. 1747-ci ildə Hüseynəli xan müstəqilliyini elan edərək Nadir Şahın ölümündən sonra Quba xanlığının əsasını qoyacaq. Hüseynəli xan dedi ki, Nadirin ölümündən sonra Quba xanlığının əsasını qoyur və hakimiyyəti demək olar ki, özü idarə etməyə, müstəqil şəkildə idarə etməyə başlayacaq. Hüseynəli xanın dövründə 1757-ci ildə Salyan Qubaya birləşdiriləcəkdir. Yəni asla düşəcəkdir. Yəni birləşdirmə biraz absurd sayılır. Ərazicə bir-birlərində demək çox aralı məsafə var. Ortada bir xanlıq var. Sadəcə asıllığı qəbul ediləcəkdir. Amma Quba xanlığının ən güclü hökmdarı Qubalı Fətəli xan olacaqdı. Qubalı Fətəli xan daxildə vergi və köçürmə siyasəti yeridəcəkdir. Xarici siyasətdə isə birləşdirmə siyasəti yeridəcəkdir. Görən müəllim tam birləşdirəndən sonra dövlətin adını Qubalılar deyir. Yəni Azərbaycan qoyacaqdır, inanma yəni. Birləşdirmə siyasəti. Vergi islah keçirməsi Şəki xanı Hacı Çələbi xandan, bir də Məhəmməd İsa xandan oxşar cəhətdir. Yəni söhbət xanlıqlardan gedirsə, amma ümumi götürəndə bir çox hökmdarları vergi islahatı kimi verəcəksiniz öz yerində də bütün. Yəni Xosrovdan tutun, ta ki nə qədər keçmişsə onu verəcəksiniz. Vergi islahatında nə edəcəkdir? Vergi islahatında mahal naibləri verginin yığılmasının qarşısını alacaqdır və birbaşa kəndxudara tapşıracaqdır. Hər kəndxuda özünün öhdəliyində olan kəndin belə deyək də vergisini yığacaqdır və gətirəcəkdir xəzinəyə özü birbaşa təhvil edəcək. Burada məqsəd o idi ki, yığılacaq vergi miqdarı dəqiq olduğu üçün bu dəqiqliyin bir növ belə deyək də pozulmasının qarşısını almaq idi. Çünki bəlli idi, kəndlərdə əhalinin sayı bəllidir, oradan yığılacaq vergi miqdarı da bəllidir və ona hər hansı bir kəndxuda əski gətirəcəkdirsə, bu artıq bəllidir ki, kəndxuda oradan uğurluyur. Mahal naibi gətirəndə adətən bilinmirdi kim uğurluyurdu. Ona görə də bu mənada bu yola əl atacaqdı vergidə. Və bəzi mükəlləfiyyətlər var ki, bu mükəlləfiyyətlər nədir? Kəndlərin işləyəcəyi müftə işlər hesab olunur. Onları xan yasavların əmri ilə həyata keçirəcək. Yəni hamı gəlib əmr verə bilməzdi ki, sən gəl bu gün müftə işlə, pulsuz işlə mənasında, axırda mənasında. Yəni ona görə də mütləq şəkildə xan yasavlıları sonradan eləyəcəkdir. Bu vergi isə köçürmə siyasəti. Köçürmə siyasəti üç istiqamətdə olacaqdı. İndi biz deyəcəyik burada. Əhalinin sayını artırmaq. Uşaqlar, əhalinin sayını artırmaq deyəndə bəzən uşaqlar fərqli şey başa düşür. Yazı saxlayın, burada sizin yerinizi dəyişdirəndə bu sayı artmır. Yeriniz dəyişmir, sabit qalır. Sadəcə yerləriniz dəyişir. Əhalinin sayını artırmaq qıraqdan gətirmək deməkdir. Bunun üçün nə edəcəkdir? Gilandan, Ərdəbildən əhali köçürəcəkdi Qubaya və sayını artıracaqdı Qubada. Sonra Şamaxıda öz mövqeyini möhkəmləndirmək üçün köçürmə siyasəti. Şamaxını tutandan sonra, asılandan sonra oradakı hər hansı bir üsyanın qarşısı alınsın deyə Quba, Salyan və Dərbənddən əhali köçürəcəkdir Şamaxıya ki, orada öz mövqeyini gücləndirsin. Bir də cənub sərhədlərini qorumaq üçün Muğandan Şahsevən tayfasını köçürəcəkdir və orada cənub sərhədlərini qoruyacaqdır. Bu prosesləri həyata keçirəcək, yəni daxili keçirəcək tədbirlər olacaq. Xarici siyasətdə Quba xanlığının ümumilikdə birləşdirmə siyasəti iki mərhələdir. Əgər biz Quba xanlığı deyiriksə, buna 1757-ci ildən 1767-ci ili götürürük və biz birinci mərhələ deyiriksə, yəni birinci mərhələ deyiriksə və Quba xanlığı deyiriksə, burada 1757 Salyanı, 1759 Dərbəndi, 1767-ci il Bakını verəcək.
Amma bəzi testologiyalarda sual düşür ki, Qubalı Fətəlxanın birləşdirməsi necə mərhələdədir? Onda siz buradan Salyan söhbətini çıxırsınız. Çünki bu kimə məxsusdur? Hüseynəli xana məxsusdur. Daha çox testdə Qubalı Fətəlxandan sual salanda Salyanı qatırlar ona ki, uşaq çaşsın. Amma yazı saxlan. Salyan Hüseynəli xana məxsusdur. Qubuya məxsus deyil. Yəni Qubalı Fətəlxana məxsus deyil, üzr istəyirəm. Qubuya məxsusdur, amma Qubalı Fətəlxana məxsus deyil. Birinci mərhələ bu dövrdədir. Salyan atası tərəfindən birləşdirilir. Hə, bir də bunu deyim sizə, Hüseynəli xanla bağlı. Şəki xanlığına keçmişsiniz, amma yenə də əlaqə olsun deyə kitabınızda yazın. 1755-ci ildə Şamaxı uğrunda Hacı Çələbi və Hüseynəli xan müharibə aparacaqdır. Yəni bunu yadınızda saxlayın da. Şəki xanlığında var, amma bu kitabda da yazın ki, Hüseynəli xanın altında qrafikada bilinsin. Yaxşı, gəldik 59-da Dərbənd birləşdiriləcək. Dərbəndin birləşdirilməsinin səbəbi həm Dərbənd xalqının, yəni xanlığa qarşı, öz xanlarına qarşı olan etirazı, həm zəif olmaları, həm də xalqın özü Qubanın tabeyində olmaq istəsin. Gəldik Bakı ilə bağlı. Əslində Qubalı Fətəlxanın birinci planı Şamaxı idi. Şamaxını birləşdirmək istəyirdi 60-cı illərdə. Şamaxı ilə bağlı müxtəlif planlar vardı, onu deyəcəyik. Lakin Şamaxı digər xanlardan kömək aldığı üçün Şamaxı xanının birləşdirməsi prosesi biraz ləngiyəcək. Ona görə növbə çatacaqdı Bakıya. Bakı 1767-ci ildə Nigat diplomatiyası əsasında Qubuya birləşdiriləcəkdi. Məlik Məhəmməd belə deyək də Bakı xanı seçiləcəkdi və bu da Qubanın asılını qəbul edəcək. Bakının birləşdirməsinin zəruri əlamətləri nədir? O da Dərbəndəki xalq kimi Bakı əhalisi də birləşdirməyə tərəfdarı idi. Bu birinci zəruri. İkinci, Bakı əsas liman şəhəridir. Onun hər hansı bir düşmən tərəfindən tutulması birbaşa Qubuya təhlükə idi. Ona görə də Quba Bakını tutmaqla öz təhlükəsini təminat altına alacaqdı. Və bununla da birinci mərhələ başa çatır. İkinci mərhələ 1760-1785-ci illərə əhatə edəcək. Bu mərhələdə birinci biz başlayırıq 1768-də Şamaxı ilə bağlı. Şamaxı ilə bağlı bunlar arasında Qubalı Fətəlxanla Şamaxı arasında belə bir proses var idi. 1765-ci ildə Şamaxı ilə Quba müqavilə bağlayıb. Bu müqavilə görə Şamaxı Qubuya hər il xərac verəcəkdi. Qarşılığında onu şimalda gələn hücumlardan Quba qoruyacaq. Amma Şamaxın digər xanlarla, Şəki xanları və digər hakimlərin birləşməsi nəticəsində bu xəracı verməyi dayandırır və mübarizə başlayacaq. Bu mübarizə 1767-də başlayır. 1767-də Şəki ilə arasında razılaşma görə Şamaxını iki yerə böləcək. 67 Şamaxı uğruna mübarizə 1755 il tarixinə oxşar cəhət götürəcək. Və ya Hüseynəli xanla Qubalı Fətəlxan oxşar cəhət kimi götürəcək. 67-də Şamaxı iki yerə böləcəklər. Lakin 1768-də Şamaxını Quba tamamilə özündən asılı və salacaqdır. 69-da isə Şəki bunu qəbul eləyir və Şamaxın daxilişinə qarışmır, hətta Qubuya lazım gəlsə hərbi yardım eləyəcək. 68-də Şamaxıdan sonra Cavad da Qubuya birləşdiriləcəkdir. Bundan sonra birləşdirmə siyasəti davam edir. Təbii ki, bu birləşdirmə siyasəti Azərbaycan xanlarının və digər Azərbaycan güclənməsini istəməyən Gürcü və Dağıstan hakimləri xoşuna gəlməyəcək. 1774-cü ildə Dağıstan hakimləri, Gürcülər, Şəki, Şamaxı, Qarabağ hakimləri birləşirlər və Qubuya qarşı mübarizəyə başlayırlar. 1774-də Cavduşan döyüşü baş verir. Cavduşan döyüşündə Qubalı Fətəlxan məğlub olur, Salyana geri çəkilir. Müttəfiqlər isə Dərbəndi mühasirə alır. Bu vaxt Dərbəndi Tutibikə xanı müdafiə edir, Qubalı Fətəlxanın həyat yoldaşı və buna görə də amma Qubalı Fətəlxan lazımi qüvvəsi yox idi Dərbəndi mühasirədən hazır eləsin. Ona görə 1775-ci ildə 2-ci Yekaterina ilə Rusiya ilə diplomatik əlaqələr saxlayır. Rusların köməkliyi ilə, hərbi qüvvəsinin köməkliyi ilə Dərbəndi işğalda, mühasirədən azad edəcəkdi Qubalı Fətəlxan və Ruslar bura daxil olacaq. Lakin Rusların bura daxil olması Osmanlı'nın etirazının səbəbi olduğu üçün məcbur geri çəkiləcək. Rusiyanın Dərbənd şəhərinin ələ keçirməsi, yəni daxil olması, bu dəfə işğal üçün gəlməmişlər, köməyə gəlmişlər. Amma biz belə bir şey deyək də, oxşarlıq kimi verəndə Rusiyanın Dərbəndə daxil olması, çünki daxil olmasa Osmanlı etiraz eləməzdi, təbii ki. Rusların Dərbəndə daxil olması 1775-i, uşaqlar, 1722-ci il tarixinə oxşar cəhət verirsiniz. Şəhər olaraq 1722-ci il tarixinə oxşar cəhət verəcəksiniz. Yaxşı.
Gavdujan döyüşünün mənfi xüsusiyyətlərini Qubal Fətəxan qısa müddət ərzində aradan qaldırdıqdan sonra birləşdirmə siyasətinə yenidən davam edəcək. 1780-81-ci ildə Qarabağa yürüyüş təşkil edəcək. Birinci Qarabağa elçi heyəti göndərir İbrahim Xəlil xana. İbrahim Xəlil xan Məlik Məmməd Bakıxanını göndərir. Ondan məktub göndərir ki, bəs məndən asılı qəbul edir. İbrahim Xəlil xan bunun onun müstəqilliyinə ziyan olduğu üçün qəbul eləmir və Məlik Məmmədi həbs edəcək. Bu təbii ki, Quba ilə Qarabağ arasında müharibəyə səbəb olacaqdı və Qarabağın Quba toqquşması baş verəcək. Bu toqquşmada Qarabağın Kartli-Kaxetiyə çağrılığından kömək alması nəticəsində Quba məğlub olacaq. Qarabağa hücum edənlər içərisində biz Qubalı Fətəli xanı, Urmiyalı Fətəli xanı, Hacı Çələbi xanı veririk. Amma uğursuz olması Hacı Çələbi ilə oxşar cəhət verirsiniz. 80-81-də. Sonra 1784-cü ildə isə Ərdəbil meşqinə hücum edir. Ərdəbili ələ keçirəcəkdir. Lakin Qubalı Fətəli xanın nüfuzunun Cənubi Azərbaycana yayılması Rusiya, Dağıstan və Tiflis, xüsusən də Rusiya hakimliyi xoşuna gəlmirdi. Çünki gələcək planları üçün bu zid bir şeydir. Azərbaycanı tutmaq istəyirdi və burada vahid bir dövlətin yaranmasını istəmirdi. Ona görə etiraz edəcəkdi və Qubalı Fətəli xan Ruslarla münasibəti gərginləşməsin deyə geri çəkiləcək. 1785-ci ildə isə Qubalı Fətəli xan Lənkəranı ələ keçirəcək. Cənub xanlıqlarına hücum eləməsi Şəki xanı Hacı Çələbi ilə Qubalı Fətəli xanı oxşar cəhətdə verəcəksən. Yəni bunu da qeyd edəcəksən. 85-də Şəki Lənkəranda ələ keçirəcək və birləşdirmənin ikinci mərhələsində başa çatacaq. Şamaxı ilə bağlı nə kimi vardır Qubalı Fətəli xanı? Şamaxı xanlığı bilirsiniz, Azərbaycan mərkəzi idi. Həm də Şirvanşah dövlətinin paytaxtı olmuşdu. Əgər ki, buranı paytaxt eləsəydi, gələcəkdə Cənuba və Qarabağa və Naxçıvan, İrəvana, Gəncəyə hücumlar daha rahat olur. Lakin 1789-cu ildə Qubalı Fətəli xan vəfat edəcək. Qubalı Fətəli xanın vəfat eləməsi birləşmə siyasətini yarımçıq qoyacaq. Amma ümumilikdə niyə çətinlik çəkirdilər? Çünki Azərbaycan xanları digər xarici ölkələrə köməyə çağırırdılar. Daxili çəkişmələr bu məsələləri yubatmağa sövq edəcək. Qubalı Fətəli xan ölümündən sonra dövlət zəifləyəcəkdi. Yerinə Əhməd xanla Şeyxəli xan gələcəkdi. Şeyxəli xan 1796-cı ildə Rusiyanın hücumuna məruz qalır. 1797-ci ildə Qacarlardan asılılığı qəbul eləyib. 1806-cı ildə yenə Rusiyanın hücumuna məruz qalır və burada Şeyxəli xanı bir növ hakimiyyəti məhdudlaşdıraraq əylə şurası yaradırlar və keçmiş Bakı xanı Bakı xanı bura əylə şurası rəhbəri eləyirlər. 1810-cu ildə Şeyxəli xan üsyan qaldırır Ruslara qarşı və məğlub olur. Quba xanlığı süqut eləyərək komendant idarə üsulu yaradacaqlar. Bu da Şəkinin 1819-dan oxşar cəhət hesab edilir. Bu da sizin